Ov quşu olur, deyir, ov quşunu çox istəyir. Deyir ki, kim ov quşun birdən ölsə eləsə, xəbərini mənə çatdırsa boynunu vuracam. Mənə o qara xəbəri heç kəs çatdırmasın. Deyir, bir gündə quş yıxılır, ölür. Bunun quşu yıxılıb öləndə hamı deyir, biz deyən deyilik. Başımızdan bezməmişik canımızdan. Biri deyir ki, mən mərc eləyək ki, deyəcəm və məni öldürməyəcək. Deyirlər, gəl mərc eləyək, mərzləşir, gəlir, quşdan söz salır şahın yanında. Şah da öz ov quşunun aşiqidir də. Bu deyir, danışır quşdan, o da deyir, amma mənim ov quşum belə, elə başlayır öz ov quşunu tərifləməyə. Basta deyir ki, amma nəfəs almır. Deyir, niyə? Deyir ki, heç uçmur da. Bunu deyəndən sonra deyir ki, ölüb. Deyir, şah sağ olsun, siz dedisə, mən demədim. Özünüz dediniz. Allah da bizdən belə davranır. İşarə ilə, nəsə göstərməklə ki, özün deyəsən, özün tapasan. O adamlarla oturub durun, o adamların arxasınca gedin elmdə ki, sizə düşünməyi öyrədir, düşündüyünü sizə təlqin eləmir. Öz düşüncəsini sizə yeritmir. Sizi düşünməyi, müstəqil düşünməyi öyrədir, həqiqətləri tapmağı öyrədir.